Zəhra xanım. Canlı orqanizmlərin əsas hissələrini sular, zilallar, sular, yağlar təşkil edir. Bunları sular, yağlar, zilallar Bu provadır, bir baxa danış. Sultan sakin qala. Yemək pişirərkən və konservləşdirmə zamanı xörək buzundan istifadə olunur. Bu ağ rəngdədir. Dadlı isə turşdur. Bunda suda yaxşı həll edici maddədir. Konservləşdirmə zamanı sirkə turşusundan da istifadə olunur. Alma sirkəsi, üzüm sirkəsi və sairə kimi sirkələrdən istifadə olunur. Formulu isə CH3-dür. COOH-dır. Sonra məişətdə çay sodasından istifadə edərək bunlar sirkə ilə qatışdırdıqda karbon qazının ayrılmasına səbəb olur. Çay sodası da ağ rəngdədir və toz şəklindədir. Bu da suda yaxşı həll edicidir. Qoxusu yoxdur. Bunlar xəmirə və ya şirin xəmirdə, şirin şeylərə tökdükdə və ya xəmirə tökdükdə bunun şişməsinə səbəb olur. Formulu isə natrium H2-dir. Natrium H, Natrium H, CO3-dür. Bu çay sodası əlavə edilmiş xəmirin şişməsinə daha çox səbəb olur. Çay sodası parçalandıqda karbon qazı ayrılır. Şəkər isə şirin maddədir, bərk haldadır və ağ rəngdədir. Suda yaxşı həll olunur. Aseton məişətdə və inşaat yerlərində boyalar üçün istifadə olunur. Boyaların tez getməsinə kömək edir. Bu isə iyisiz, suda yaxşı, əslində kəskin iyilidir. Kəskin iyili və suda həll olunan maddədir. Tibbdə ən geniş istifadə olunan birləşməsi tip spirtidir. Etil spirt. Bu spirt dezinfeksiya üçün kömək olunur. Formulu isə C2H5OH-dır. Tibbdə həmçinin naşatır spirtdən də geniş istifadə olunur. Naşatır spirt bayılmış insanların ayırmasına kömək edir. Ağız boşluğu hidrogen peroksid suda həll olunan yaxşı maddədir. Bunun da kəskin iyisi vardır. Bu da peroksidin iyisi yoxdur. Bu isə ağız boşluğunun, boğaz ağrısının aparmasına səbəb olur. Dişəklərin qanamasına kömək edir. Formulu nə idi? Formulu H2O2-dir. Ay sağ ol Zəhra, afərin.